Çox. Belə Check-up eləyirəm adamı. Dediyini, hansı məqsədlə dediyini, deyə bilmədiklərini. Yəni, hər adamda bunu hiss eləmirəm, amma 70% hiss edirəm. Mən Allaha çox bağlı olmuşam. Olmuşsunuz. Namaz qılırdım, bugün qıla bilmədiyim üçün olmuşam deyirəm. Açığı bugünkü gün o qədər deyildi. Nə bilim, yetəri qədər. Ümumiyyətlə, mən heç vaxt özümdən qane olan adam deyiləm. Anayam, ana kimi özümdən razı deyiləm. Bəndəyəm, bəndə kimi razı deyiləm. Həmişə o narazıçılıq öz içimdə var. Düşünmürəm ki, həm də yaxşı bir şeydir. Biraz yaxşıdır, biraz da özüm üçün pisdir də. O narahatçılıq həmişə içimdədir, daima içimdədir. Düşünürəm, yaxşı bəndə deyiləm. Bəzən də düşünürəm ki, ən yaxşı bəndə elə özüməm. O da olur, bu da olur, yəni. Əvvəllər daha çox dua eləyərdim. Daha düşünürdüm ki, bağım daha məni tez eşidir deyə düşünürdüm. Çünki məni bu yerə gətirən Allahdır. Mən elə bir yerdən elə bir yerə gəlmişəm ki, mən sizə az öncə dedim də, bizim heç mən yaşadığım yerdə müəllimə belə çıxa bilməzdi. Bir qadın müəllimə belə ola bilməzdi. Mən gəldim, bütün bariyerləri açdım. Allahdan istədim, Allah mənə yetirdi. Tək onu yox, nə istəmişəm yetiribdi, hər zaman yetiribdi. Allah səsimi o qədər yəni tez eşidir ki, bəzi vaxtlar elə şeylər istəyirsən ki, olmur. Onu da gərək o qədər təmiz qəlblə, təmiz ürəklə, o qədər belə bir söz oxumuşdum. Deyir, Allahdan elə istə ki, elə bir suda boğulursan. Yəni o necə qurtar da məni, qurtarmalısan, buradan məni çıxarmalısan. Yəni belə istəməlisən və elə istədiyim anlarda hər şeyimi yetiribdi, veribdi, çox şükür.